Zirə sahillərində baş tutan balıq ovu turnirində Bakı Balıqçılar və Sualtı Ovçular Klubu İctimai Birliyin idmançılarla yanaşı Türkiyədən 8, Yunanistandan isə 2 şəxs mükafatlar uğrunda mübarizə aparıb. Xəzər dənizində təşkil olunan yarışda ümumilikdə 48 idman balıqçısı qüvvəsini sınayıb. Turnir iştirakçılarının qiymətləndirilməsi isə tutduqları balıqların ölçüsünə və növünə görə müəyyən olunub. Bakı Balıqçılar və Sualtı Ovçular Klubu İctimai Birliyinin idarə heyətinin müavini Azər Əliyev yarışın ölkə idmanında misli görülməmiş addım olduğunu vurğulayıb. Bu turnirdə birinci gün 5 saat keçirildi və müəyyən nəticələr əldə olundu. Böyük balıqlar da tutuldu, xırda balıqlar da nəzərə alındı. Hərəsinin öz koeffisient dərəcəsi var, hesablama qaydası var və bu turnirin nəticəsi olaraq növbəti ildə 2024-cü ildə biz artıq Azərbaycanda həmin federasiya üzv olan 15 ölkənin iştirakına böyük bir turnirin keçirilməsinə vəsiqə qazanacağıq. Yarışda iştirak edən 8 türk idmançıdan biri olan Mehmet Aka nəticəsindən razı qalmadığını bildirsə də Xəzər dənizində balıq ovlamaqdan zövq aldığını bildirir. Bizim için bu turnuva çok güzel geçti. Yaklaşık 3 gündür buradayız. Biz Kocaeli Sokastik Spor Kulübü olarak geldik burada. Kardeşlerimizin yanında turnuvaya katıldık, iştirak ettik. Hem onların yanında olmak, onlar da bizim düzenlediğimiz turnuvalarda devamlı bizim yanımızdalar. Biz burada bir kardeşçe bir ortamda bu turnuvaya katıldık. Çok da memnun kaldık. Hepsine çok çok teşekkür ediyoruz. Biz balık tutamadık ama yanımızdaki arkadaşlarımız güzel balıklar tuttular. Kürsüye çıkacaklar. Biz onların mutluluğunu paylaşacağız. Bizim için hani burada gelip galip olmaktan ziyade kardeşlerimizin yanında bulunmak. En azından böyle bir merada Hazar Denizi'nde av yapabilmek bizim için çok güzel bir duygu. Bizim için bu yeterli şu an için. Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan Odlar Yurdu balıq ovu turnirinin əsas sponsorlarından biri olan Delfin Mağazalar şəbəkəsinin rəhbəri Rafiq Tağıyev isə yarışla bağlı bunları deyib. Bildiyimiz kimi bu idman növü də Azərbaycan Odlar Yurdudur. Həmişə bayraqları dalğalandırmışdır bütün ölkələrdə. Mən ümidvaram ki, bu bir ilk başlanğıçdır. Bundan sonra başqa ölkələrdə də bu bayrağın dalğalanması ənənə olaraq davam etdiriləcəkdir. Sözsüz ki, surfkasting balıqçılığı bizdə başqa balıqçılıq növlərinə baxanda çox inkişaf etmişdir. Yəni surfkasting balıqçılığında artıq bizdə professionallar var. Bunu mən öz təcrübəmdən deyirəm. Onun sözlərinə görə Delfin Mağazalar şəbəkəsi daha geniş miqyaslı tədbirlərə də dəstək göstərməyə hər zaman hazırdır. Sözsüz ki, biz beynəlxalq turnirlərdə, yəni ki, Avropa turnirlərində biz öz dəstəyimizi daha da mükəmməl şəkildə ortaya qoyacağıq. Sözsüz ki, bizim məqsədimiz odur. Yəni tək Azərbaycanla biz kifayətlənmirik. Biz Delfin mağazası olaraq bütün gələcək turnirlərdə öz dəstəyimizi daha yüksək formada təşkil edəcəyik. Sonda ən çox balıq ovlamağı bacaran komanda üzvlərinə pul mükafatları və qiymətli hədiyələr təqdim olunub. Turnirin media dəstəyi olan CBC Sport telekanalı da yarışın işıqlandırılmasına görə xüsusi mükafatla təltif olunub.